Salam əziz balalar. Bugünkü dərsimizdə biz sizinlə eşitmək və dinləmək mövzusu ilə bağlı bir neçə tapşırığı birlikdə yerinə yetirəcəyik. Gəlin ilk tapşırığın şərtini oxuyaq. Uşaqlara başqaları ilə səmərəli münasibətlər qurmaq üçün hansı tövsiyələri verərdiniz? Gəlin tövsiyələri oxuyaq. Səbirsizlik hiss etdiyiniz zaman dərindən nəfəs alıb özünüzü sakitləşdirin. Bəli, bu doğru tövsiyədir. Başqalarının yerində özünüzü təsəvvür edib onların hissləri haqqında düşünməyin. Əksinə, bu yerdə düşünmək lazımdır. Buna empatiya hissi deyilir. Bu yanlışdır. Qarşı tərəfin sözünü kəsmədən dinləyin. Bu doğru tövsiyədir. Heç kimdən icazə almayın və üzr istəməyin. Bu isə yanlış tövsiyədir. Fərqli fikirləri qəbul etməyin. Əksinə, biz isə demişdik ki, fərqli fikirləri qəbul etmək və onlara hörmətlə yanaşmaq lazımdır. Deməli, bu yanlış tövsiyədir. Əməkdaşlıq edin və köməyinizi təklif edin. Əlbəttə ki, bu doğru tövsiyədir. Göz təması, başla razılıq işarəsi, sakit davranış nümayiş etdirin. Bu da doğru tövsiyələr siyahısındadır. Növbəti tapşırığımıza baxaq. Başqalarının fikirləri ilə razılaşmasaq da, onları dinləmək nə üçün vacibdir? Fikirləri uyğun smayliklərlə işarə edəcəyik. Gəlin fikirlərlə tanış olaq. Başqalarının fikrinə hörmətimizi ifadə etmək üçün onları dinləməliyik. Bəli, bu doğru fikirdir. Söhbətdən sonra yalnız öz fikrini qəbul etdirmək üçün dinləməliyik. Əlbəttə ki, burada yenə də heç bir tolerant münasibət müşahidə olunmur. Fərqli fikirləri öyrənib daha tez anlamaq üçün. Bəli, bu doğrudur. Başqaları ilə münaqişəli münasibətlər qurmaq üçün. Əksinə, biz isə demişdik ki, başqaları ilə mehriban, səmimi münasibət qurmaq üçün onları dinləməliyik. Bu yanlışdır. Qarşılıqlı anlaşma və sülh mühitini qorumaq üçün. Əlbəttə ki, bu da doğru. Qarşı tərəfin fikrini rədd etmək üçün. Bu yanlışdır. Mübahisə və gərginliyi gücləndirmək üçün. Biz isə qeyd etmişdik ki, əksinə, mübahisənin və gərginliyin olmaması üçün biz qarşı tərəfi səbirlə, təmkinlə dinləməliyik. Ona hörmətlə yanaşmalıyıq. Deməli, bu fikir də yanlış fikirdir. Bax, belə uşaqlar, bugünkü dərsimiz də burada sona çatdı. Növbəti dərsdə görüşmək ümidi ilə. Hələlik.